Qarqar çayı 34 il əvvəlki qanlı hadisələrin şahidi, insanların ümid yolu. 1992-ci ilin fevralında Xocalı sakinləri məhz bu istiqamətdə hərəkət edir, şaxtalı gecədə çayı keçərək təhlükəsiz əraziyə, Ağdama çatmağa çalışırdı. Amma qarşıda onları xain puçqu və amansız ölüm gözləyirdi. Erməni silahlı dəstələri dinc insanları, qocaları, qadınları və uşaqları bu ərazidə gülləbaran etdi. Qarqar sahilləri fəryad və kədər vadisinə çevrildi. Zaman keçsə də Qarqarın sahillərindən gələn hərmi hələ də özündə o müthiş gecənin şaxtasını və qeyb olmuş gülüşlərin həsrətini daşıyır. Xocalı sakini Firidun Əliyev o dəhşətli gecədə qardaşını və onun ailə üzvlərini itirib. Bax, bu kətik istiqamətidir, kətikdir, deyib qabaq. Kətik meşəsi deyilirdi, tut meşəsi idi, kətik. Yəni, bu istiqamətdə getdi. Bir hissədə, bax, bu deyib, bax, bu dağın, bu Ankerki var, onun istiqamətində qalxdı o üstüzə Abdalgülahlı istiqaməti. Çox təəssüf ki, Abdalgülahlı istiqamətinə qalxdıq, mən də qalmışdım yaralı. Hara getsən də ermənin içindən keçməlisən. Yəni, o dəstə bizə tərəf qayıtdı, biz dəstəylə o dağın arxasından aşağıya getdik. Yəni, yolu bilməməzlik, heç aranı görə bilməməzliyimiz və qarın, tufanın, dumanın olduğuna görə cəmaət o dağda hələ olan o dəstə, bəlkə də 250-300 yəni adam var idi. Yəni ondan çoxu dondu qaldı. Mənim qardaşım ailəsi, uşaqları da o istiqamətdə olub. Yəni həmin istiqamətdə. İndi onların nə sağ qaldığı 4 nəfər. Qardaşım ailəsi 2 uşaq. Yəni onu görənləri mən danışdırmışam. Deyir, uşaqlardan donmuşdu. Elçin, Elgiz. Yəni, xəbər yoxdur. Yəni, bu ilk günə qədər də xəbər yoxdur. Xocalı şəhərindəyik. Məkan eyni, zaman fərqli. İndi bu küçələrdə sakitlikdir. 34 il əvvəl isə burada atəş, fəryad və nalə səsləri vardı. Fütat Məmmədova o ağırlı gecənin dəhşətini belə xatırlayır. Mən də bu Xocalı sakini kimi Xocalıda doğulmuşam, Xocalıda böyümüşəm. Gecələr bax bu Kuruqunu dağların üstündən atırdılar. Atanda körpə qundağımı qucağımda götürüb, qaçıb betonla yer düzəltmişdik, girirdik ora, hamımız. Orada qalırdıq, sakitçilik çöhnəyəndən sonra durub çıxırdıq oradan. Beləliklə, mənim burada, bu Xocalıda, mənim körpəmi, həmən onlar atdıqları o raketin bəlasına düçar oldu, mənim körpəm. 2 yaşında övladım, oğlum, 90-cı ildə anadan olmuşdu o uşaq. İlk dəfə ürəyimi onda yaralandı. Sonra mənim buradan 5 şəhidim var. Yoldaşım, qardaşlarım, 2 dənə qardaşım, bir qardaşım oğlu, övladım. Artıq doğma sakinlərini ana ağuşu tək qoynuna alan Xocalıya həyat bütün ehtişamı ilə yenidən qayıdıb. Xocalıya həyat yenidən qayıdıb, gül-gülü, çiçək-çiçəyi çağırır. Biz bugün çox şadıq ki, bizim torpağımızı aldılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizin canı sağ eləsin. Bugün xoşbəxt bir gün kimi sayırıq ki, bugün bizim burada şəhidlərimizin ruhu şad olsun. Onların əziyyət çəkdikləri, şəhid olduqları bu torpaqların yurdunda biz gəlib ağac əkirik, çiçək əkirik, onları xatırlayırıq.
Xocalı artıq tarixin yaddaşında təkcə bir faciənin və ağrının adı deyil, sarsılmaz xalqın iradəsinin, böyük qayıdışın və milli dirçəlişin əzəmətli abidəsidir. Şəhid qanı ilə suvarılan bu torpaqlar indi yenidən nəfəs alır. Hər əkilən ağac, hər açan gül sanki bir həqiqəti pıçıldayır. Xocalı yaşayır. Xocalı unudulmur.